Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Savalanla Məhəmməddinin kəsişməsində, magistral yolunda tam kənarında, həm evin, həm torpağın kupçası olan belə bir şəxsi tikili, bağlı, bağçalı həyət evimiz satışa çıxıb. Videomuzu sona qədər izləyin. Baxın, bu marşrutu düz qapının ağzından gəlir, keçir. 185 nömrəli marşrut. Keçək evimizin daxilinə sizi tanış edeyim. Sənət evində torpağında kupçasıdır. Üç sotun içində yerdən 8 daş kürsüdə tikilib. Bu evimizin geniş həyət yanı sahəsidir. Həyətin yarı hissəsi tamit daşla döşənilib. Əlavə boş torpaq sahəsi də saxlanılıb. Evin həyətində də sanitar qovşaq var. Evin daxilində də sanitar qovşaq var. İndi isə keçək evin içinə. Zəhmət olmasa kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, bizimlə əlaqə saxlayın. Evinizin satışına tez bir zamanda köməklik göstərik. Evin hündür padvalı var. Padvaldan daxil olaraq otaqların hər birinin alt hissəsinə də keçid var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Kommunalların hamısı var. İndi isə keçək evin içinə. Məktəb evin, baxın, o binaların yanındadır. 100 metr məsafəliyindədir. Evin ətrafını rahat şəkildə göstərirəm. Çünki bu evin açarı onsuz da məndədir. Çardağına da giriş var. Bəzən izləyicilərim deyir ki, evin niyə ətrafını göstərmirsiniz? O qədər ki, bizi alladırlar və yaxud evin yerini tanıyanda başqa vasitəçi gəlir. Heç bizim adımız olmadan gəlir, özü evi satışa götürür, satır. Yəni allatmalar olur deyə evin yerini çox vaxt göstərə bilmir. Neyse, keçək evin məlumatına. Dəhliz sistemlidir. 3 otaqdan ibarətdir. Kommunallarının hamısı var. Evin betonu var, kəməri var. 4 tərəfdən qoşadaşla tikilib. Kombisi var. Mətbəx mebeli var. Hər bir şey var. Pəncərəsində reşotkasına qədər də var. Qiymət də cəmi 88 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılar olsa evin qiymətində də indirim olacaq. Evin sahibi tərəfindən. Bura qonaq otağıdır. 3 otaq 100 kvadratdır. Burada yataq otağıdır. Və bu da sonda hamam sanitar qovşağı. Değerli izləyicilərim, evlə bağlı nə sualınız olarsa, buyurun zəng eləyin, məlumat alın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.